səxavət itirmişdim, amma bu gün tapdım onu. Nə gözəl. Bir alqış gəlsin. Mən Allahımdan çox razıyam ki, ikinci səxavət mənə yetirib Allah Taala. Mən üzr istəyirəm, belə özümü tərif kimi olmasın, amma mən çox müğənnilərlə işləmişəm. Ağadaş Ağayevdir, Arif Babayevdir, Könül xanım Xasiyevadır, nəhayət ən axırıncılar Gülyanaq Gülyaz xanımlardır. Hamısı Respublikamızın xalq artistləridir, görkəmli sənətkarlardır. Amma nədənsə xalq məni səxavətlə tanıyır. Onun ruhu həmişə mənim başımın üstündədir. Allah ona qəni-qəni rəhmət eləsin. Cəmi dünyasını dəyişənlərimiz, sənətkarlara da, öz qohum əqrəblərim, nə qədər dünyasını dəyişən varsa Allah hamısına rəhmət eləsin. Amma doğrudan da bu gün mənim tariximə yazılan bir gündür ki, Allah Taala mənə ikinci səxavət qismət eləyib. Həm xasiyyətcən, həm elə sənəti odur və səxavətə görə bunun adını səxavət qoyublar. Yəqin ki, indi mənə elə gəlir ki, Allah qoysa o xasiyyətcən də, sənətcən də onu doğruldacaq. Və mən də nə qədər Allah mənə ömür veribsə, o qədər də oyuna fəxr eləyəcəm. Bir daha təşəkkür edirəm. Mən təşəkkür edirəm və dəyərli izləyicilərimiz Səxavət Laçınlı Zaqataladan gəlib və Zaqataladan bizi izləyən çox izləyicilərimiz var və mən istərdim ki, onlardan biri mənim üçün çox dəyərli olan Şöyüb müəllimdir ki, hər zaman bizi izləyir və onun xanımı... Adınızı təbrik edirəm. Günün olsun 100 illiyinizi belə geniş sürətdə keçməyə Allah qismət eləsin. Vaqif müəllim, çox sağ olun. Sizə də özlərin təşəkkürümü bildirirəm ki, yəni bugün Allah rəhmət eləsin. Mən onu həmişə deyirəm, yəni ölənə kimi də deyəcəm. Mən rəhmətli Səxavətin, yəni qoyulsa da atam onun adını qoyubdu, o heç. Amma mən 1% qədər oxuya bilsəm, 1% qədər. Yəni mən də nəsə deyə bilərəm ki, mən də nəsə oxuya bilirəm. Yəni yenə sizə də özlərin təşəkkürümü bildirirəm ki, bu günləri gəldiniz. Bu mənim üçün elə bilirəm ki, rəhmətli Səxavət yəni sağdır. Mən də gözəl bir xalq mahnısı oxuyacağım, Uca Dağlar, rəhmətli Səxavət. Buyurun, buyurun.
salan günleri Xanım, adam elə bil ki, elə bilirsən ki, səxavət, Allah rəhmət etsin gözəl sənətkarımız. Elə bir səxavət müəllim heç rəhmətə getmədi, oxudu, bir anlıq bizi apardı. Valla hamımızın borcumuzdur ki, belə gənclərə yol açaq. Bəli. Bunlara arxadan təkan verək. Qoy gəlsinlər, öndə dayansınlar. Əgər onların istedadları varsa, Əlbəttə var. Bəli. Yəni olanları deyirəm Bəli, mən. Onsuz da bu dünyamızı hamımız dəyişəcəyik. aha. Amma heç olmasa beynimizdə olanları